Növbətimizə bir sual gəlir. Yaşa görə müavinət, yəni 220 manatın artırılacaqmı? 220 manat artırılacaq. Yaşa görə müavinətin artırılması ilə bağlı, yəni təbii ki, sizin efirdə də biz əvvəlki görüşlərimizdə də müzakirə etmişik. Biz təbii ki, yaşa görə müavinətin artırılmasını təklif edirik və bu istiqamətdə də təkliflərimizi təqdim etmişik. Çünki 2025-ci ildə müavinətlərdə artımlar oldu. Yaşa görə müavinət bildiyiniz kimi o şəxslərdir ki, həmin vətəndaşlarımız əmək pensiyası ala bilmirlər. 65 yaşı tamam olduqdan sonra yaşa görə müavinət alırlar. Söhbət pensiya yığımları olmayan və ya 25 ilə qədər stajı olmayan vətəndaşlarımızdan gedir. Əvvəla burada bir məqam qeyd edim ki, əgər 2018-ci ilin iyulun 1-nə qədər vətəndaşımızın hətta 1 manat yığım olubsa, avtomatik əmək pensiyası ala bilir. Çünki bunu da vacib məqamlardan biridir. Artıq hətta 25 il stajı olmasa da belə 1 manatlıq yığım varsa, o 25 il staj hədiyyə olunur. Düzdür, o stajın illəri də getdikcə müəyyən qədər azaldır, amma hətta yığım, o stajın, 1 manat yığım stajın hədiyyə olunmasına gətirib çıxarır. Amma yığım olmayan, hətta 1 manat yığım olmayan və ya 25 il stajı olmayan vətəndaşlarımız yaşa görə müavinət alırlar. Artırmasını təbii ki, biz təklif edirik, məqsəd uyğun hesab edirik. Çünki həmin vətəndaşlarımızın sosial təminata ehtiyacı olan vətəndaşlarımız, çünki 65 və daha çox yaşı olan vətəndaşlardır. Ona görə də hər halda biz inanırıq ki, təbii ki, bu istiqamətdə daha yaxın zamanlarda addımlar atılacaq. Bir sual da var, Aziz Üzrəm Qayna xətin. 40 il stajı olub, pensiya kapitalı var. 1 il pensiya alıb rəhmətə gedib, onun pensiyasını ailəsi ala bilərmi? Pensiya kapitalı, daha doğrusu pensiya hansı hallarda ailələrə ödənilir? Mövcud qaydalara əsasən, əgər dünyasını dəyişən şəxsin